həyat Allah deyəndir. Qalan boş-boş təsəvvürlər, təxəyyüllər, fani şeylərdir, heç ortalığa çıxarmağa dəyməz. Bizim dini mətnlərdə aşiqin divanəlik məqamına gedib yetişməsi haqqında hər hansı bir nümunələr varmı? Din bir bağbanın öz becərdiyi ağacların artıq budaqlarını budamağa deyilir. Bağı qırıb çatmağa deyilmir. Canı canan diləmiş, verməmək olmaz ey dil, nə niza eyləyəlim, ol nə sənindir, nə mənim. Allaha aşiq olan şəxsin çarəsi qalmır. Ona görə də məcburdur diqqəti Allahda olsun. Dünya həqiqətən də keçici və dəyərsiz bir şeydir. Aşiqi Allah özü idarə edir. Qoymur o pis vəziyyətə düşsün, qoymur gülünc vəziyyətə düşsün. Acgöz insanlara böyük okeanları qızıl eləyib versən, deyəcək kənarda bir gölməçə də olsa daha yaxşı olardı. Cəmaətin içində özünüzü gözə soxmayın. Lovğalıq, təkəbbür, özündən razılıq, xudbinlik, xodxahlıq bunlar olmasın. Amma iş məqamında elə fayda verin ki, cəmaət utansın sizə münasibətindən ki, biz elə bildik bunun heç bir faydası yoxdur.